Yorulmayasınız, ne ağarsınız burada? Bay bay, hoş gelmişsən. İndi hava ağaçlarının dibini belirləyirəm. Bu ağaçları siz ekdiniz, hamısı. Hə, hamısını inşallah xeyirlisiyle də bağlayıram. İnşallah. Sizə Zabratda həyətli, bağzalı, bax görsün içine ağacı özüm əkdim. Hələ əlcəyə bax. Bax özüm əkdiyim ağacda evlə gəlmişəm. Maqa 3 sota yaxın torpaq sahəsinin içərisindədir. 2.7. Hal-hazırda paket deyil. Alan müştəri sən keçmə evin qabağına ki, sənə hacaq qaqamı evi görsənsin. Evin layihəsi çəkilib, Maqoşum. Alan müştəriyə paket şəklində veriləcək. Yəni, onun kupçası torpaq gəlməyəcək. Həm ev gələcək, həm kupça. Hələ sənə təndirxana, biraz xəbər qabasına qədər versin, təndirxananı qalayardım, sənin üçün. Bunu da evin üstündə hədiyyə verək. Bir yox, bunu söhbətini eləməliyik. Ya, bunun mən səşi baxarız. Burada iş görürsən, əlimi burada yudum, burada sanitar qovşağı, yəni evə girmirsən. Bax, üstü başın iç günündə evə girmirsən. Burada kladovkalardır. Qışda yayda tutmaları yığırsan bura. İndi hal-hazırda don vurmasın deyə dipçəkləri yığmışıq ora. Yığırsan ora, yəni orada şəraitini, patvalı giriş buradadır. İstili sistemi kombidir. Əlavədə isti su üçün çimutka qurulub. Sən bir də evin keş qabağını bir dənə bıçaqdan göstərmək. Mənzərəni təsəvvür edin. Təndiri qavamısan, çörəyi pişirsən, uşaqların da burada gözləyir ki, isti çörək gələcək. Bunu yağışda da qarda da eləmək olar. Mən məhz qarda nəzərdə tutmuşam. Demək, 2.7 sotda 5 daş kürsüdə şəxsi özünə tikili, özü təzə tikili deyil, çoxdanın tikilisidir. Deyirsiniz, makler evləri, əslində makler evləri yaxşıdır, pis deyil, bu siz pis deyirsiniz. Mən isə şəxsi deyiləm də, özünə tikili evlə gəlmişəm. Ev 3 otaqdan ibarətdir, start qiymət 97.000-dir və təbii ki, real müştəriyə indirim nəzərdə tutulub. Bu girəcək hissəsidir, girən kimi sanitar qovşağı, sanuzeldir. Burada, orada istif oldu. Aksesuarları var. Ev 3 otaqdan ibarətdir. Həyətdə işlərim deyə təngi nəfəs olmuşam. Buranın mətbəxidir. Ev çoxdan tikilisidir, sonradan yenidən təmir olunur. Burada bir yataq otağıdır. Qoşa daşdır, açırsam öz həyətinə baxır. İndi yaşayıb ki, qışdır da tam istədiyimiz yaşımız yoxdur. Gerdə sıraza əkdiyi ağaçlara baxır. Hə, görüm orada mənzərəmizdə yetər görsənəcək. Burada yenə növbəti yataq otağı. Burada geniş qonaq otağımız. Kombi, radiator, ən əsası maqam mərkəzi kanalizasiya olan yerdədir. Bütün kanalizasiyalar çəkilib, qaz, su, işıq hamısı sayğacına qoyulub. Dediyim kimi, ev yerləşir 21 nömrəli Panikanın ərazisində, 118 A nömrəli marşrut xəttinə yaxın məsafədə. Özü qonşuluqda 2 dənə ev satılır əlavədə. Yəni bir-birinə yaxın olmaq istəyən qonşular üstündə deyəcəklər ki, niyə məhəllə satılır? Nəsə var, qaçırlar buradan. Xeyr, sadəcə eyni adamdır, planlar dəyişilib. Belə deyək, məhəllədə bir neçə ev var, hamısını eyni vaxtda satışa qoyub. Biləclərim, videonun sonuna qədər izlədiyiniz üçün təşəkkür edirəm.